uşaqlar, bugünkü dərsimiz Qarabağ xanlığıdır. Qarabağ xanlığının əsasında Pənahəli xan Cavanşir qoymuşdu. Qarabağ xanlığı Səfəvi dövlətində mövcud olan Qarabağ bəylərbəyliyi ərazisində yaranmış iki xanlıqdan biri idi. Qarabağ xanlığı Araz çayı ilə Kür çayı arasında ərazidə yerləşirdi. Qarabağ xanlığını təşkil edən tayfalar bunlar idi: Baharlı, Kolanlı, Ziyadoğlu, 24 Oğuzkilər, Kəbirli və Cavanşir tayfaları idi. Pənahəli xan Nadir Şahın sərkərdələrindən biri olmuşdu. Muğan qurultayında Qarabağın Oğuzkilər, Kəbirli və Cavanşir tayfaları başçıları Nadir xanın şah seçilməsi əleyhinə çıxış etdiyi üçün Nadir onları cəzalandırdı. Həmin tayfaları ailələrlə birlikdə Xorasan və Əfqanistan sərhədinə sürgün etdi. Qarabağ borclar və şirkətlər əraziləri Qarabağ bəylərbəyliyin tabeliyindən çıxarıb Qətli Çarının ixtiyarına verdi. Mərküşlər bəylərbəyliyinin tabeliyindən çıxararaq onlara sərbəstçilik verdi. Nadir Şahın ölümündən sonra həmin tayfalar Qarabağa qayıtdı. Pənahəli xan sürgündən qayıdaraq Qarabağ xanlığını yaratdı. Bu xanlığın hərbi, iqtisadi və siyasi cəhətdən gücləndirdi. Pənahəli xanın hakimiyyəti dövrünə baxsaq, nəzər salsaq, 1748-ci ildə Şəki xanlığı ilə Qarabağ arasında Bayat savaşı baş verdi və müharibənin səbəbi Hacı Çələbi xanın Qarabağ xanlığı ərazisini Şəki xanlığına birləşdirmək istəyi idi. Savaşda Hacı Çələbi xan müttəfiqi Şamaxı xanı və Qarabağ məlikləri idi və Bayat savaşı nəticəsində Hacı Çələbi xan Bayat qalasını bir ay mühasirədə saxlaya bilsə də onu tuta bilmədi. Qarabağ xanlığı müstəqilliyini möhkəmləndirdi və nüfuzunu artırdı. Bayat savaşından sonra Gəncə, İrəvan, Naxçıvan, Ərdəbil Qarabağ xanlığına asıl vəzifə düşdü və Zəngəzur yenidən Qarabağ xanlığına birləşdirildi. Pənahəli xan Qarabağ xanlığının yeri feodallar və xarici zülmlərdən müdafiə etmək üçün bəzi tədbirlər həyata keçirdi. Nadir Şah tərəfindən sürgün edilmiş tayfaları geri qaytardı və mülklərini tabe etməyə çalışdığı qalalar tikdirdi. Bu tikdirdiyi qalalara misal olaraq biz 1748-də Kəbirli mahalında Bayat qalasını deyə bilərik. 1751-ci ildə Ağdamda Şahbulaq qalası və 1752-ci ildə 52-57-ci illərdə isə Şuşada Pənahəvət qalasını misal göstərə bilərik. Bayat qalası Qarabağ xanlığının ilk siyasi mərkəzi olmuşdur. Lakin Bayat qalası sərhəddə yerləşdiyi üçün tez-tez qonşu xanların hücumuna məruz qalırdı və buna görə də Pənahəli xan mərkəzi əvvəlcə Şahbulağa, daha sonra isə 1752-ci ildə tikintisinə başlanan Şuşa qalasına köçdü. Daha sonra Şuşa qalası mərkəz olmağa başladı. Pənahəli xan Qarabağ xanlığı ərazisində yerləşən xristian Alban məliklərin bölüşdürücü separatist siyasətinə qarşı mübarizə apardı. İlk olaraq Vərəndə Məliyi Pənahəli xanın öz ağalığını qəbul etdi və bundan sonra təzyiqini artıraraq Xaçı Məliyi ilə müharibəyə girdi və Ballaqaya döyüşündə onlara qalib gələrək özündən asılı vəziyyətə saldı. Buna baxmayaraq məliklər Gürcü çarları və Rusiya ilə əlaqə saxlayaraq Qarabağda xristian dövlətini yaratmağa kömək etmək üçün buralara yürüş etməyə təhrik edirdilər. Məliklərin bir-bir ardınca birləşməsinə baxaq, Vərəndə, Xaçın, Dizaq, Çiləbör, Talış kimi məlikliklər ardıcıl olaraq xanlığa birləşdirildi. Bu isə onun qüdrətini və gücünü, şöhrətini hər yerə yayması üçün bir səbəb oldu. Şirvan, Şəki, Gəncə, İrəvan, Naxçıvan, Təbriz və Qarabağdan olan bəylər onun müttəfiqi olmaq istəyini bildirirdilər. Hətta o, Naxçıvan, Zəngəzur, Təbriz, Qapan və Qarabağın Mehri mahalına sahib oldu. Azərbaycanın böyük hissəsi ona tabe olmuşdu. 1757-ci ildə Məhəmməd Həsən xan Qacarın Qarabağa yürüşü baş verdi. Xatan arxa döyüşündə Qarabağ xanlığı qoşunlarına məğlub oldu və Kərəm xan Asrava yürüşü ilə geri çəkilməyə məcbur oldu. 1759-cu ildə Fətəli xan Əfşarın Qarabağa hücumu nəticəsində Şuşa qalası 6 ay mühasirədə qaldıqdan sonra Pənahəli xan İbrahim Xəlil xanın girov vermək şərti ilə şəhəri mühasirədən azad edə bildi. Qarabağ xanı Pənahəli xan Urmiya xanlığının asılılığını qəbul etdi və 1759 və 1763-cü illər Qarabağ xanlığı Urmiya xanlığına asılılıq dövrü kimi səciyyələnmişdir. Pənahəli xan Kərim xanın çıxarışını qəbul edən kiçik oğlu Mehralı bəyi, İbrahim Xəlil xan isə həmin vaxt biz bilirik ki, Urmiyada idi. Pənahəli xan Mehralı xanı, yəni Mehralı bəyi Qarabağa müvəqqəti hakim təyin etdi və özü isə Şiraza getdi. Və 1763-cü ildə Fətəli xan üzərinin hücumuna və Qarabağın Urmiya xan asılına son qoyuldu. Yəni Fətəli xan məğlub oldu və əsir götürüləndən sonra Qarabağ xanlığının Urmiya xanlığının asılına son qoyulur və həmin ildə ilə müttəfiqlər Fətəli xan Əfşarı məğlub edir, onu əsir olaraq Şiraza aparırlar və hətta onun növbəsində Kərim xan Zənd Pənahəli xanı da Şiraza aparır və orada girov kimi saxlayır. Və bundan sonra da İbrahim Xəlil xana hakimiyyət fərmanı verərək Qarabağa göndərir. İbrahim Xəlil xanın hakimiyyəti dövrünə baxaq. 1763 və 1806-cı ildə hakimiyyətdə olmuş və xanlıq daha da güclənmişdi.
və bundan əlavə o bəzi xanlıqlarla xarici siyasətdə yaxınlıq etmiş və Məlikülkülərin xəyanətinə son qoymaq üçün Avar xanlığı, Gürcü xanlığı, Şəki xanlığı ilə qohumluq əlaqələri yaratdı. Öz adamı Osmanlı bəyi isə Təbrizdə xan taxtına çıxartdı. İbrahim Xəlil xan dövründə Təbriz xanlığından başqa Naxçıvan, Qarabağ, Gəncə və başqa xanlıqlar da Qarabağ xanlığının asılılığı qəbul etdi. Onun diplomatik bacarığı ilə Məliklər yenidən Qarabağ xanlığına tabe edildi və xanlığın bütövlüyü qorunub saxlandı. 1768 və 74-cü ildə Rus-Osmanlı müharibəsində Rusiyanın qələbəsi xristian Alban məliklərinin yenidən fəalləşməsinə səbəb oldu. Məliklər gizli olaraq Rusiyaya müraciət edərək onu Azərbaycana ülkə təhrik edirdilər. Ancaq Rusiya bu işğalı etməməsinin səbəbi isə bunlar idi. Rusiyanın kifayət qədər hərbi gücünün olmaması, beynəlxalq vəziyyətdə Rusiya üçün əlverişli olmaması idi. 1780-ci ildə İbrahim Xəlil xan qətl Qaxetiyyəsə 2-ci İraq ilə birlikdə Gəncəyə hücum edərək Gəncə xanlığını öz aralarında bölüşdürdülər. Beləliklə İbrahim Xəlil xan dövründə Qarabağ xanlığı Cənubi Qafqazda ümumən Azərbaycanın ən güclü siyasi dövlət qurumlardan və ya xanlıqlardan biri olmuşdur. Qubaylı Fətəli xanın qonşu xanlıqlara tabe etmə birləşmə məsələsi İbrahim Xəlil xan arasında münaqişəyə səbəb olmuşdu və 1780-81-ci illərdə isə Qarabağ xanlığı, yəni İbrahim Xəlil xan qətl Qaxetiyyəçinin köməyi ilə Fətəli xan yürüşünün qarşısını aldı. 1805 İbrahim Xəlil xan küresel müqaviləsi Rusiyanın asılılığı qəbul etdi və 1822-ci ildə Qarabağ xanlığı ləğv edildi Rusiya tərəfindən. 1822-ci ildə tamamilə ləğv edildi. İndi Qarabağ xanlığına edilən hücumlara baxaq və nəticələrinə baxaq. Hacı Çələbi xan 1748 hücum etdi bura, Bayat savaşı məğlub olaraq geri qayıtdı. Məhəmməd Həsən xan 1757 Xətanarxa döyüşü məğlub olaraq geri qayıtdı. Urmiyalı Fətəli xan 1759-cu ildə hücum etdi, Qarabağ xanlığını özünə tabe edə bildi. Qubalı Fətəli xan 1780-1781-ci ildə hücum etdi, məğlub olaraq geri qayıtdı və Ağa Məhəmməd xan Qacar 1795-97 birinci yürüş uğurlusu oldu, ikinci yürüşündə isə Şuşanı tutdu. Sağ tərəfdə xəritəyə baxaq, Qarabağ xanlığının ərazisi bu qədərdir. Ancaq biz dediyimiz kimi o öz qüdrətini Təbrizə, daha sonra bildiyimiz kimi, burada işarət etdiyimdən baxın, öz qüdrətini Təbriz ərazisinə, dedik Naxçıvan ərazisinə, hətta Gəncə ərazisinə, Gəncəni bölmüşdülər. Daha sonra biz biləcəyik ki, Qaradağ ərazisinə də yaymışdır öz təsirini. Ümumiyyətlə, həmin dövrün ən güclü dövlətlərindən biri hesab olunur, ən güclü xanlığından biri hesab olunur və Azərbaycan çox hissəsi şimallı cənubi onun tabeliyində idi. Ümidvaram sizin üçün faydalı olacaqdır. Oldu, təşəkkür edirəm.